Hər kəsə salam, hər birinizi xoş gördük əziz izləyicilər. Bugün qız-qıza səmimi bir söhbətimiz olacaq. Maraqlı və dəyərli qonağımızla birlikdə Aynura xanım xoş gəlmisiniz. Xoş gördük. Özünüz haqqınızda izləyicilərimizə qısa bir məlumat verin və ixtisasınız haqqında, görəcəyiniz iş haqqında məlumat verin ki, onlar bizim nədən danışacağımızı bilsinlər. Mən Qaybalıyeva Aynura, ixtisasım mütəxəssis mama ginekoloq. Bütün ginekoloji müayinələr, doğum, keysəriyyə kəsiyi, ginekoloji əməliyyatları icra edən ginekoloq. İşlərinizdə uğurlar sizə. Çox sağ olun, təşəkkür edirəm. Bildirmək istəyirəm ki, eyni anda biz TikTok üzərindən də canlı yayımdayıq. Müəyyən bir mövzu ətrafında danışacağıq. Ola bilər ki, spontan bir izləyicilərimizdən maraqlı bir sual gəlsə, onu da ünvanlayacağıq. Sizdə bildirmək istədiyiniz bir sual varsa, qeyd olaraq yaza bilərsiniz. Qonağımız isti-isti cavablandırsın. Aynura xanım, elə tam olaraq birinci başlayacağımız məqam həkimə yaxınlaşmaqdır, ginekoloqa yaxınlaşmaqdır. Qadınlar hansı yaşdan etibarən və hansı simptomları gördükcə həkimə yaxınlaşmalıdırlar və yaxud da ki, il ərzində neçə dəfə yaxınlaşmalıdırlar? Əslində bizim belə deyək də insanlarımızda qız uşaqlarına qarşı biraz həssasiyyət vardır ki, qız uşaqlarını həkimə, xüsusən də ginekoloq gətirməyə çəkinirlər. Əslində ilk müayinə elə qız dövründən başlamalıdır. Bu təqribən 13-15 yaş aralığına belə deyim biz müəyyən edirik. Çünki bu dövrdə qız uşaqlarında ilk menstruasiya dediyimiz menarxiya baş verir və qız uşaqları bu zaman müxtəlif həssasiyyətli təşkil edirlər həmin dövrdə. Ona görə qız anaların bu həmin qeyri-regular belə deyim menarxiyalara qeyri-regular olduğu zaman ginekoloji müayinəyə mütləq gətirməlidirlər. Amma insanlarımızda nədənsə niyə qız uşaqlarını aparaq, birdən kimsə nəsə başqa şey fikirləşər, belə deyək suallar yaranır, amma əslində çox əsassız bir sualdır. Ona görə ilk müayinəni elə həmin dövrlərdə gətirmək daha uyğundur. Çünki bəzi hormonal problemlər vardır ki, həmin dövrdən etibarən başlaya bilər. Bəzi qız uşaqlarında hətta bu gecikmə ola bilər. Əksinə bəzi qız uşaqlarında cinsi yetişkəni erkən başlaya bilər, bəzən də gec başlaya bilər. Bunları müəyyən etmək üçün ginekoloji müayinədən keçmək daha önəmlidir. Amma ileri yaşlarda isə qadınlar ən azı ildə bir dəfə ginekoloji müayinədən keçməlidirlər. Burada əslində belə deyək, əsaslı yoxdur ki, hər hansı bir şikayət olsun. Çünki biz bilirik ki, bir çox xəstəliklər, hətta xərçəngönü proseslər belə heç bir klinika vermədən belə baş verə bilir. Ona görə ildə bir dəfə qadınlar ginekoloji müayinəyə keçmədən tövsiyə olunurlar. Aha, tamam. O zaman izləyicilərimizə bildirək ki, həkimimizin tövsiyəsinə riayət edək, əməl edək, mütləq ginekoloji olaraq həkim müayinəsindən keçək və bu bizim sosial məsuliyyətimiz olsun. Özümüz, bədənimiz və ailəmiz, əzizlərimiz üçün. Aynura xanım, bəs menstruasiya dönəmi hansı yaşda başlayır? İndividual olaraq dəyişir bəli orqanizmdən orqanizmə, amma normalı nədir? Bəs hansı halda biz buna gecikmə deyirik və hansı halda biz buna daha tez başladı deyirik? İlk menstruasiya menarxiya adlanır. Bayaq da qeyd etdiyim kimi bu təqribən 11 yaşdan etibarən başlayır. İlk 2 il ərzində əslində pasientlərdə belə deyim qeyri-regular menstruasiya ola bilər. Bu hələ tam formalaşmamış beyinlə, yumurtalıq sistemi ilə əlaqədardır. Elə pasientlər bəzən olur ki, həmin ərəfədə müraciət etdikdə nəyə görə 2 aydan bir menstruasiya görməsi və yaxud da ki 3 aydan bir, bəzən də 2-3 ay görməyib birdən qanama şikayəti ilə gəlirlər. Amma biz onlara izah edirik ki, 2 ərzində əgər bu gecikmə olursa, bu normal qəbul etmək olar. Amma 2 ildən çox davam edirsə, artıq burada hər hansı pozuntu olması deməkdir. Normada menstruasiya 21-35 gün aralığını təşkil edir. Minimum 21 gündən bir olmalıdır. Ayda, yəni məsafə 21 gün olmalıdır. Maksimum isə 35 gün olmalıdır. Bu aralıqda əgər baş verərsə, biz bunu normal qəbul edirik. Yox, əgər 21 gündən daha tez və yaxud da ki 35 gündən daha qısa olarsa, çox olarsa, artıq burada hər hansı problem olması deməkdir. Ondan başqa isə ortalama olaraq 3-4 gün davam edə bilər. Hətta indiki son məlumatlara görə belə deyim, harca 5 milli belə menstruasiya qanamanın olması belə normal sayıla bilər, əgər hər hansı bir pozuntu olmadan. Çünki çox pasiyent bizə bəzən müraciət edir ki, doktor, biz hər ay menstruasiya oluruq, amma lakin çox qısa müddətdə oluruq. Biz onların bütün bu hormonal analizlərini yoxlayırıq. Əgər bir problem yoxdursa və yaxud da ki, ultrasəs müayinəsində də hər hansı bir ciddi bir problem yoxdursa, yalnız qanamanın miqdarı azdırsa, bu artıq normal hesab olunur.
Bəs menstruasiya haqqında bildiyimiz miflər nələrdir? Dəniz sezonu başlayır məsələn. Aha, bəli, əslində əksər belə deyim insanlar, qadınlar hesab edirlər ki, menstruasiya qanaması zamanı duş qəbul etmək olmaz və yaxud da ki, siz dediyiniz kimi hər hansı basseynə girmək olmaz, idman eləmək olmaz. Əslində tam olaraq belə deyil. Çünki bu biraz da individual insan öz xarakterinə asılıdır, qanama miqdarına falan asılıdır. İndiki dövrdə bildiyimiz kimi müəyyən belə tamponlar falan da istifadə çıxıb ki, biz bunları istifadə etməklə hətta basseynə belə girə bilərik və yaxud da ki, idman növlərindən istifadə edə bilərik. Yəni mütləq şəkildə idman etmək olmaz, duş qəbul etməz deyilən bir anlayış yoxdur. Və yaxud da ki, bəzi pasientlər elə hesab edir ki, bayaq dediyim kimi mütləq bir aydan bir olmalıdır, bir aydan bir menstruasiya olmalıdır. Elə pasient var ki, bizə deyir ki, doktor mən hər ay 2 gün geriyə atır və yaxud da ki, 2-3 gün qabağa atır. Bu patologiyadır. Xeyr. Bunlar patologiya deyirlər. Bunlar tam olaraq normal bir haldır. Aha, aydındır. Deməli, amma yenə də hər ehtimal sizi narahat edən bir nüans varsa mütləq həkimə gəlin. Əgər gözünüzə normaldan, hər perioddan bir yanlış saydığınız bir his gəlirsə mütləq mən belə bir halda həkimə müraciət etməyə üstün tutardım ki, insan öz bədənini tanıyır, bilir ki, keçən ay belə olmayıb, keçən il belə olmayıb, amma yenə nəsə səhv gedir, nəsə dəyişik gedir. Mütləq bu halda müşahidə olunanda həkimə getmək lazımdır. Tamponlardan danışmışdıq. Menstruasiya dövründə qoruyucu vasitə kimi və yaxud gigiyenik vasitə kimi nələrdən istifadə etmək daha sıralasaz nə yaxşı olar? Əslində bəli, düzdür, indiki dövrdə artıq müxtəlif paketlər vardır ki, biz bunlardan istifadə edirik. Amma bəzi pasientlər vardır ki, onlara belə deyim ki, o allergi reaksiya verə bilir. Düzdür, biz bu halda onlara dəyişməsini tövsiyə edirik, amma ən yaxşı halda isə tampon yox, başqa vasitələrlə istifadə etməyi daha uyğun bilərik. Yəni də bu individual bir xarakterdir. Daha keyfiyyətli əgər paketlər varsa onları tövsiyə edirik. Bəs menstruasiya dönəmi hansı yaşda başa çatır? Menstruasiya dönəmi necə dediyimiz kimi təqribən qız uşaqlarında 11-12 yaşda başlayırsa, bu qadınlarda hardasa 45-50 yaşlarında bu sona bitir. Əslində bu bir xəstəlik deyil, bu tam olaraq normal bir haldır. Orqanizmanın belə deyim yeni bir dönəmə girdiyi bir haldır ki, bu menopauza, klimaks adlanır. Bir çox pasientlər hətta bu dönəmin yaxınlaşmasını belə istədikdə onlarda nəsə həyəcan, qorxu gəlir, amma belə bir hal olmamalıdır həmin dövrdə. Bu psixoloji deyil. Psixoloji dəstək, bəli, psixoloji mən artıq bir növ qocalıram, yəni daha məndə bu proses baş verməyəcək. Belə hissiyatlar çox olur, ona görə onlar depressiya, stressə falan girirlər. Həmin dövrlərdə bəzi pasientlərə hətta psixoloji dəstək belə lazım olur. Yəni də onları biz başa salırıq ki, bu tamamilə normal bir haldır. Düzdür, menopauza zamanı bəzi hallar da baş verir ki, ora bəli, ora yorğunluqdur, bəzən stressdir, bəzən bunlar da yüksək təzyiq olur, sonra oynaq sümük sistemlərində ağrılar başlayır. Çünki müəyyən bir reproduktiv dövrdə bəzi hormonlar vardır ki, həmin dövrdə artıq bədəndə onlar azalmağa başlayır. Bu da həmin hormonların azalması ilə bağlı olaraq müəyyən kliniki əlamətlər çıxır üzə ki, biz həmin əgər ehtiyac olarsa, pasientlərdə yoxlayırıq təbii ki, ehtiyac olarsa onları dərmanlarla əvəz edirik. Aha, tamamdır. Bəs yəni belə başa düşürəm ki, burada həm psixoloji faktor var, həm də menopoz dövründə bədən də öz dəyişikliyini büruzə verir. Bəs bu menopoz dövründə və yaxud menstruasiya dövründə cinsi münasibətin tənzimlənməsi necə olur? Buna əhval dəyişikliyi səbəb olurmu? Əlbəttə ki, bütün bu əhval dəyişiklikdə hansı cinsi münasibətə təsir göstərir. Çox zaman həmin pasientlərdə partnyorları ilə çox böyük hətta mübahisələr də olur. Biz belə deyim, əsas onların partnyorlarından böyük onlara dəstək gözləyirik ki, dəstək olsunlar və müəyyən psixoloji testlərdən keçdikdən sonra, müəyyən dərmanlardan sonra, bu həyat tərzi dəyişdikdən sonra normal həyatlarına da davam edirlər həmin pasientlər. Qadının bir aylıq periodu çox dəyişkən, çox rəngarəng keçir. Kişilər bizi çox başa düşmürlər və yaxud da ki, bundan qaçırlar. Deyirlər ki, biz çox dəyişkənik, çox əhvalımız tez dəyişir, dəymə düşərik, amma belə başa düşürük ki, ginekologiyada hormonlar da öz sözünü deyir. Bunun menstrual dönəmi var, menstruasiyadan əvvəli var, PMS dönəmi var, menstruasiyanın bitmə dönəmi var, klimaks dönəmi var. Bunların hamısı bizim əhvalımıza öz təsirini göstərir. Yəni heç nə qeybdən olmur. Ümumi olaraq belə yanaşsaq, bu prosedurda bilməli olduğumuz, maariflənməli olduğumuz şeylər çoxdur. Bəs
Hormonal pozuntuları nə zaman, hansı səbəblərdən, simptomlardan hiss edə bilərik ki, bizdə hormonal pozuntu baş verir? Bəli, hormonal pozuntular birinci biz pasiyenti müayinə etdiyimiz zaman ilk öncə ona sual veririk ki, hər ay menstruasiya olursa yoxsa yox. Əgər hər ay menstruasiya olursa, yəni və yaxud da 2 gün, yəni bayaq dediyim kimi 21-35 gün aralığı ərəfəsində olursa, bu tam normal sayılır. Yox, əgər pasiyentdə 2-3 aydan bir menstruasiya görürsə və yaxud da ki, menstruasiya qanının miqdarı həddən artıq çoxdursa, bu hər hansı bir problemin olmasına dəlalət edir. Bizi artıq bunu araşdırmaq üçün burada hər hansı bir nüans yaranır. Bundan başqa digər hormonal pozuntular vardır ki, məsəl üçün ən çox yumurtaqlar, məsələn, Parkinson sindromunda ən çox yayılmış sindromlardan biridir ki, bunlarda kişi tipli tüklənmələr olur, sonra saç yağlanması olur. Bunlarda həddən artıq kilolu pasiyentlər var ki, insulin rezistentliyi olan pasiyentlər var ki, kilolarından sonra onlarda bədən quruşları ilə, dərilərin yağlığından belə biz istəyirik ki, artıq burada hormonal pozuntular vardır və müvafiq olaraq lazım olan müayinələrdən keçirdirik həmin pasiyentləri. Belə bir sual gəlmişdi bizə. Belə ola bilərmi ki, klimaks dönəmi 30'lu yaşlarda başlasın və ümumiyyətlə bərpa olunmasın? Və yaxud da ki, elə bir üzrlü sayın, ola bilərmi ki, bir period olsun ki, 1 il, 2 il menstruasiya dayansın, amma ondan sonra hər hansı bir müalicələrlə yenidən geri qayıtsın? Əslində 40 yaşdan öncə menstruasiyanın 1 il ərzində tam kəsilməsi artıq bu erkən klimaks adlanır. Bu da normal bir hal deyildir. Pasiyentlər mütləq şəkildə müayinəyə gəlməlidirlər. Çünki hətta ilk 6 ay ərzində belə deyim ki, aybaşı olması amaneriya adlanır. Bu artıq ciddi bir siqnaldır. Biz bu pasiyentləri ilk öncə bəzi hormonal testlər yoxlayırıq. Bu hormonal testlərin miqdarına əsasən biz müəyyən edirik ki, bu pasiyentlər erkən klimaksa girir, yoxsa yox. Əgər erkən klimaksa girmə ehtimalı varsa, vaxtında təyin etdiyimiz müalicəyə əsasən bunlar belə deyim, geri dönüş olur belə həm pasiyentlərdə. Yox, gecikmiş formalarda artıq hormonların kəskin yüksəlməsi dönəmində, məsələn, follikustimulyator hormonu deyilən bir hormon vardır ki, bu həddən artıq yüksək olanda və yaxud da ki, AMH aşağı olanda və bu pasiyentlərdə artıq biz geriyə dönüş olmur. Sadəcə müvafiq olaraq o bəzi istilik basmalar deyilən simptomlar olur və yaxud da digər simptomlar olur ki, onları dərmanlarla biz korreksiya etməyə çalışırıq. Bəs bu hamilə qalmağa bir problem yaradırmı və yaxud da ki, rolu nə dərəcədir? Hamilə qalmaq əslində indiki dövrdə müəyyən texnologiyalar vardır ki, biz buna süni maylanma ilə, hətta menopauzaya girmiş qadınlarda belə süni belə maylanmalardan uşaq istəyi alınır. Yəni müasir texnologiya ilə bu mümkündür ki, hətta menopauzada olan belə qadın hamilə qalsın. Tamam, bəs yeni ailə qurmuş bir xanım uğurlu tez ana olmaq istəyir. Uğurlu hamiləliyin planlaması bu 1 aylıq periodda sikldə hansı etapa düşməlidir? Bir hesablama eləsək. Hesablama. Biz əslində belə deyim, pasiyentlər müayinə gələndə biz onlara 1 il əslində vaxt veririk ki, 1 il əgər əslində 1 il ərzində mütəmadi əlaqə baş verirsə və əgər hamiləlik tutmursa, yəni qorunmadan hamiləlik tutmursa, demək ki, burada bir problem var deməkdir. Ona görə 1 il ərzində hamiləlik tutmursa, sadəcə olaraq əgər hamiləlik planlamasa belə müayinənin vacib olduğunu bildiririk ki, ola bilsin ki, bəlkə pasiyent özü belə hiss eləmir, ona elə gəlir ki, qorunur, amma hər hansı bir problem var, ona görə hamilə qalmır. Ona görə 1 il ərzində hamilə qalmırsa, mütləq şəkildə həkimə müraciət etmək vacibdir. Bəs hamilə qalmaq üçün hamilə qalmaq üçün reproduktiv yaş olaraq biz ailə həyatı qurandan harca 35-40 yaş aralığına qədər hamilə qala bilər. Yəni də bu individual olaraq pasiyentin orqanizmindən də asılıdır. Onun belə deyim, rezerv follikullarından, bəzi hormonların miqdarından da asılıdır. Elə pasiyent var ki, hətta daha irəli yaşlarda da hamilə qala bilər. Eləsi var ki, daha yox. Amma müəyyən yenə də pasiyentlərə çatdırmaq lazımdır ki, müəyyən yaşdan sonra yumurta hüceyrələrin qocalması, belə deyim, tükənməsi olduğuna görə daha erkən dönəmdə hamiləlik planlamaları tövsiyə olunur onlara. Bu yumurtalardan danışmışkən belə bir nüans deyim. Hal-hazırda indiki dövrdə xanımlar iş həyatında daha çox aktualdılar. Bəzən olur ki, ailə həyatını, hətta ana olmağı belə iş həyatına uyğunlaşdırmağa çalışırlar. Belə olduğu təqdirdə indi tez-tez eşidirik sosial mediada yumurta dondurması oldu, növbəti illər üçün planlama oldu. Bu nə dərəcədə aktualdır, nə dərəcədə güvənilir seçimdir?
şimdi və ümumiyyətlə bu analıq planlamasını şəxsi təcrübənizdən necə düşünürsüz ki, bu işlə analıq planlamasını uşaq dünyaya gətirib baxmağı necə tənzimləmək olar? Bəli, indiki dövrdə məsəl üçün mən görürəm ki, qadınlar kişiləri çox üstələyib, karyera üstündə daha çox qabağa getmək istəyirlər. Bəli, hətta işləri daha çox uğurlanır. Məncə bu qadın adına baxımdan yaxşı bir situasiyadır. Amma gəldik bu bir ana olmaq baxımdan ki, çox təəssüflər olsun ki, müəyyən bir yaşdan sonra, təqribən 30-35 yaşdan sonra artıq yumurtalıqlar da öz sözünü deyir. İstər-istəməz yumurtalıqlar da follikul rezervi azalır. Antral follikullar dediyimiz bizim üçün önəmli follikullar var ki, onların miqdarı azalır və ona görə qadınlarda artıq bunları biz maarifləndirməyə çalışırıq ki, karyera qurmaq daha və yaxud da gec ailə həyatı qurub və yaxud da erkən ailə həyatı qurub uşaq istəməyən pasientlər, bəli, müəyyən bir vaxtda həmin 30-35 yaşa kimi yumurtalıqlarını süni maylama yolu alıb dondura bilərlər. Yəni bu artıq bütün dünyada var. O yumurta dondurub o illərlə də o yumurtanı saxlaya bilərlər. Nə gözəl variantdır. Həqiqətən də tibb, texnologiya, elm yaxşı ki, bu dərəcədə inkişaf eləyib. Hal-hazırda tətbiq olunur, yəni var. Hətta bəzi pasientlər var ki, süni maylamadan istifadə eləyib, hər hansı bir hüceyrəni bədəninə qoyub, bir neçəsini isə dondurub saxlayır. Hətta belə bir üsullar da var hal-hazırda. Çox gözəl. Əslində bir çox bu mövzuda sualı olan xanımların yerinə aydınlaşdırdığımız cavab oldu. Buna görə çox sağ olun. Ümumiyyətlə bu hamiləlik, uşağın dünyaya gəlməsi mənim üçün bir elmdən, bir tibbdən uzaq bir möcüzəvi bir prosedurdur. Bir insanın bədəni növbəti bir canı daşıyır, onu özündən ayırır və onu inkişaf elətdirir, böyüdür. Və qadın bədəni uşaqdan sonra dəyişir. Psixologiyası da dəyişir. Hətta mən deyərdim ki, həm yaşıdım olan biri, əgər anatsam mən onu daha böyük, daha yetkin, tamamlanmış bir psixologiyada yanaşıram ki, o daha böyük biridir də, yəni anadır. Bədən dəyişir, psixologiya dəyişir, həyata baxışı dəyişir. Bu dəyişiklikləri biz necə müşahidə edirik? Bir də bədən hansı halda tam özünə gəlir və ikinci, üçüncü uşağa hamilə qalmaq üçün özünü hazır sayır? Bəli, əslində bəli, çox təəssüf olsun ki, indiki dövrdə zahillik psixologiyası deyilən durum çox artıb. Bu qadınlarımızın həm hamiləlik zamanı keçirdiyi stresslərə, həm hamiləlikdən sonraki bağlı olan problemlərə bağlıdır ki, hamiləlik zamanı məsəl üçün pasientlər həm 9 ay ərzindəki o körpənin bətnində daşıdığı hallar, artıq aldığı kilolar, artıq aldığı ödemləri verməyi düşünür. Uşaq doğandan sonra süd vermə dönəmidir ki, qadınlarımız gecə yatanda yuxusuz qalırlar. Bundan başqa həm uşağa baxma, həm süd vermə dönəmi, həm gecə qalmış yuxusuzlar, bunlar onların hamısının psixologiyasına təsir göstərir. Çox təəssüf olsun ki, bizdə nədənsə uşaq olanda bu əsas ana baxmalı deyilən bir var. Kişilər yenə də burada da bir növ geridə qalırlar. Bu istər-istəməz yenə də qadının həm ev işini görməyi, həm uşağa baxmaq, həm o yuxusuz gecəyə qalıb, yorğunluğunu çıxartmaq olmur deyə çox problemlər yaşayırıq biz bu pasientlərə. Bəli, burada yəni də həyat yoldaşlarına da böyük iş düşür ki, yəni də onlar heç olmasa gecə onlara kömək edə bilərlər ən azından. Ev işlərində də müəyyən dərəcədə kömək edə bilərlər ki, bunlar bəli, istər-istəməz qadının həm dəstək görür ondan, mənəvi dəstək görür ki, bu da istər-istəməz biraz ona kömək eləyir. Və zamanla qadın həm yeni həyat tərzinə öyrəşir, həm uşaq böyüdükcə, süd vermənin müddəti azaldıqca yavaş-yavaş öyrəşir. Bu dəstək olduqca çıxır bu mövzuda. Ümumiyyətlə bir qadının tam olaraq özünə gəlməsi üçün minimum 3 il vaxt lazımdır. Bütün bu hormonal dəyişikliklərin baş verməsi üçün 3 il müddət lazımdır. 3 ildən sonra yenidən növbəti hamiləliyi planlaya bilər. Bəs şəxsi təcrübənizdən sizdən bir tövsiyə istəyəcəm. Bizdə belə bir düşüncə var ki, təbii doğuş və süd vermə bədənimizi arzu eləmədiyimiz formaya gətirib çıxara bilər. Siz nə düşünürsünüz? Keysəriyyə əməliyyatı mı, yoxsa təbii doğuş? Əslində təbii ki, ən çox gündəlik rastlaşdığım sualdır ki, doktor, mən normal doğumda olacağam, yoxsa mən əməliyyatla olacağam? Mən hər zaman pasientlərə deyirəm ki, əslində belə bir sual olmamalıdır. Əgər bir qadın hamilə qalırsa, onun da sonu təbii doğumla nəticələnməlidir. Təbii doğum hər zaman hamiləliyin sonu təbii doğumdur. Keysəriyyə kəsiyi yalnız və yalnız müəyyən bir göstərişdir olduğu halda icra olunur. Amma çox-çox təəssüflər olsun ki, bizim qadınlarımız doğum sancılarından çox qorxurlar, özləri şəxsi olaraq əməliyyatı seçirlər. Bu da düzgün deyil. Burada iş həm biraz
ginekoloqun üzərinə, həm də biraz onun ailə üzvlərinin üzərinə düşür ki, onları psixoloji olaraq doğuma hazır olmalıdır. Çünki istər-istəməz hamı bilir ki, doğumda çox güclü ağrılar olur. Bəli, bu tamamilə doğrudur ki, doğum zamanı ağrılar olur, amma orada müəyyən bir fasilələr də olur. Mən bunu pasientlərə dəfələrlə izah edirəm. Onlara başa salmağa çalışıram ki, yəni biz sənə həm psixoloji dəstək olacağıq, mənəvi dəstək olacağıq. Keyser kəskin yəndirəm yalnız və yalnız müəyyən göstəriş olduğu halda icra olunmalıdır. Hər zaman normal doğumun tərəfdarıyam. Məncə də elə təbii olaraq normal doğum, əgər qadının bədəni uyğun gəlirsə və özünü hazır hiss edirsə, normal doğum daha sağlıqlıdır mən Bəli, bir də sual verdiniz ki, süd vermə dönəmi bizim pasientdə yəni çox təəssüflər olsun ki, süd də vermək istəmirlər, kilom artacaq falan. Əksinə bunlar da yanlış bir düşüncələrdir. Çünki insanın bədəni növbəti bir mifdir onda. Bəli, əlbəttə ki, çünki sən nə qədər belə deyim süd versən, maye qəbul etsən, əslində sən belə deyim özündəki olan əlavə belə yığılmış belə deyim qidalı maddələri uşağın ötürürsən və əksinə sən hətta bundan çəki də ata bilərsən. Normal qidalanıb çəki də ata bilərsən. Yəni süd vermə mütləq şəkildə vacibdir. 2 il ərzində pasientlərə öz körpələrinə süd verməyi tövsiyə edirəm. Süd verdikcə də, yəni beyindəki olan bizdə prolaktin deyilən bir hormon var ki, o da matkanı, yəni uşaqlığı yığan oksitosin hormonunu artırır. Oksitosin hormonu artdıqca da uşaqlıq əvvəlki öz vəziyyətinə qayıtmağa kömək edir və daha yaxşı yığılır. Ona görə əslində bu fizioloji bir haldır. Yəni tam da belə olmalıdır. Belə tövsiyə edirsiniz. Biz görüşümüzün əvvəlindən indiyənə kimi doğru bildiyimiz yanlışlardan, bir də yanlış bildiyimiz doğrulardan danışdıq. Belə başa düşürəm ki, qadın bədəni əsrlər boyu, qadın psixologiyası bədəni nə qədər müzakirə mövzusu olsa da, müdaxilə mövzusu da olsa da, biz tabularla və miflərlə böyümüşük. Ona görə bəlkə utandığımızdan, bəlkə olmazlardan, bəlkə ayıbdır deyə özümüzü öyrənməmişik və miflər və tabular altında qalmışıq. Miflər deyəndə də ağlımıza nə gəlir? Aktual mövzulardan biri bakiləlik, bəkarət və qızlıq pərdəsidir. Siz bu mövzuda bilməli olduğumuz doğruları və yaxud doğru bildiyimiz yanlışları elmi formada necə açıqlaya bilərsiniz ki, bizim izləyicilərimiz bu mövzuda maariflənsinlər? Deməli, bir çox pasientlər əslində bir yaxşı hal deyim ki, ailəti qurulmamışdan öncə artıq çəkinmədən qızlıq pərdəsinin də müayinəsinə yəni gəlirlər. Bu çox yaxşı bir haldır. Çünki hamı bilir ki, belə bir psixologiya, belə bir düşüncə var ki, ilk əlaqə zamanı mütləq şəkildə qan olmalıdır. Əslində bu tam da belə deyildir. Çünki qızlıq pərdəsinin himen dediyimiz qızlıq pərdəsinin bəzi formaları vardır ki, bu heç də yəni ilk əlaqə zamanı qan gəlməyə bilər. Məsələn, buna indi onun həddən artıq elastik ola bilər, dəliyi həddən artıq böyük ola bilər. Bu tipli formaları vardır ki, biz ona görə ailə həyatı qurmamışdan öncə də pasientlər mütləq şəkildə müayinəyə gəlməsi yaxşı olardı ki, biz təqribən onlara izah eləyək bunları ki, sonradan belə deyim, ailə tərəfindən belə problemlər yaşamasınlar. Çünki həqiqətən də belə problemlər olur. Yəni ona görə mən hətta burada kişilərə düzmü tutub deyirəm ki, əgər ilk əlaqə zamanı qan gəlməsə, bu mütləq şəkildə yəni problem axtarmasınlar. Yəni ən azı bunu araşdırmaq lazımdır ki, nəyə görə belədir. Bəs ola bilərmi ki, heç bir xanım cinsi əlaqəyə girməyib, amma ola bilər ki, o idmançıdır və yaxud hər hansı bir sərt hərəkət eləyib və yaxud hər hansı bir qəza nəticəsində burada bir problem yaranıb. Belə bir halla qarşılaşır, yoxsa bu da bir yalandır? Yox, ola bilər, çox düz nadir halda olsa da kəskin hərəkətlərlə və yaxud da ki, həddən artıq belə deyim ki, idman çox kəskin idman növləri ola bilər ki, nadir olsa da məsəl üçün bir pasient gəlmişdi, bizə ağacdan yıxılmışdı, belə bir hal rastlaşmışdı. Yəni belə hallar nadir də olsa ola bilər, amma əsas qızlıq pərdəsinin ən əsas qızlıq zarının yırtılması ilk əlaqə zamanı olur. Yəni heç bir hadisə, heç bir qəza ilk münasibət qədər xeyr. Yəni müayinəyə gedəndə hiss tutma olur çox yəni. Nadir hallarda olan bir şeydir. 98% hallarda ilk əlaqə zamanı yırtılır. Buna görə çoxlu bildiyim qədər, eşitdiyimiz qədər ailələr dağılır, güvənsizliklər yaranır ki, yox belə olmayıb, elədir. Yəni belə başa düşürük ki, müayinə əsasında biz müəyyən edə bilirik bu yıxılma ilanındımı, yoxsa həqiqətən də bir nüans varmı? Bəs belə olduğu halda psixoloji olaraq tutaq ki, bir pasient yaxınlaşıb, görürsünüz ki, burada həqiqətən də okey münasibət yaşayıb, pozuntu yaranıb. Siz ona psixoloji olaraq necə dəstək göstərsiniz? Nə tövsiyə edirsiniz ki, belə gənc xanımlarımız özlərini evlilikdən əvvəl mental olaraq hazır saxlasınlar? Bu əslində belə deyim ki, onun əsasən ailə həyatı quracağı oğlanla münasibətindən asılıdır. Biz
sonra hər şeyi başa salırıq ki, yəni bu ola bilər, normaldır. Amma əsas onun partnyoruna başa salmaq lazımdır. Çünki biz nə qədər də onu inandırsaq da, yəni ona dəstək olsaq da, o yoldaşı tərəfindən olan təzyiqlərə məruz qalmasın deyə yoldaşı ilə həkimin belə dialoqunu daha üstün veririk ki, yəni onu da gətir, biz onunla da danışaq, onu da başa salaq. Yəni əsas yoldaşın olan bizim belə deyim düşüncələrimiz el üstə düşməlidir ki, o əgər yoldaş da bizim kimi düşünərsə, ona dəstək olsa bir problem də olmur o zaman. Yenə də başa düşürəm ki, yenə həkimin yanına gəlməli, maariflənməli, öyrənməlidir. Bugün çox produktiv keçdi mənə görə və düşünürəm ki, izləyicilərimizə görə də. Çünki bəzi suallar da orada yazıldı. Çalışdım əlaqələndirib sizə bildirim. Burada bir sualımız var. Mən yaxınlaşacağam. Deyəcəm sizə deməli, adını ifadə eləməyəcəm yazıcının. Həkim, məndə yumurtalığımda 21 milli hemorgik kistam var və qorxuludur. Bu bilmirəm sualdırmı, yoxsa ümumiyyətlə bundan danışaq? 20 milli kista sayılmır. Ölçüsü yəni kifayət qədər balacadır. Adətən follikul sayılır ki, bəzən də follikulun yerinə müəyyən səbəblərdən qan sızıb, qan dolur ki, ona hemorragik kista deyilir. Amma bu kista belə deyim, hər hansı bir cərrahi əməliyyat tələb eləmir ölçüsünə görə. Yəni o yavaş-yavaş ya özünə, ya da ki özü sorulmasa müəyyən müalicələrlə sorulub keçə biləcək kistadır. Bəs kista olduğu dönəmdə bunun ardından yola çıxaraq hamilə qalmaq və yaxud menstrual pozuntular yaşamaq gözlənilirmi? Bəli, müşahidə olunur. Bəli, kistaların, yəni də xüsusən ölçüləri böyük olduqda menstruasiya pozunmaları olur. Bu şəkildə də biz müvafiq müalicələrdən onu aradan qaldırırıq. Yekun olaraq mən sizdən bir tövsiyə almaq istəyirəm. İzləyicilərimizə, ginekoloji izləyici xanımlarımıza hər yaş kateqoriyası nəzərdə tutaraq nə tövsiyə eləmək istəyirsiniz öz bədəniniz haqqında, bu mövzu haqqında? Mən öz bədənimiz haqqında onu tövsiyə eləmək istəyirəm ki, ilk növbədə qadınlar süd vəzlərini, bilir ki, dünyada ən çox problemlər qadının süd vəzi və uşaqlıq boynu ilə bağlı yaranır. Ona görə hətta süd vəzlərini evdə belə özləri müayinə eləsinlər. Əllərini hər hansı bir bərk imiş, kütlə müşahidə etdiyi halda mütləq şəkildə həkimə gəlsinlər və yaxud da ki, uşaqlıq boynunda şikayət olmadan belə erkən uşaqlıq boynunun xərçəng gölü xəstəliklərini erkən diaqnostikası məqsədilə ən azı ildə bir dəfə pap smear testi, yəni bu uşaqlıq boynu xərçəng xəstələrinin erkən diaqnostikası üçün çox önəmli olan bir testdir. Ən azı bu müayinələrin aparılması üçün şikayəti olmasa belə həkimə müraciət etsinlər. Mütləq həkimə yaxınlaşmaq lazımdır öz bədənimiz üçün, özümüz üçün, əzizlərimiz Bizdə üçün pasientlər çox təəssüf ki, ancaq müəyyən bir şikayəti olduğu, ya da qanaması olduğu, ya da ağrısı olduğu zaman gəlirlər, amma bu düzgün deyil. Yəni heç bir şikayəti olmadan da gəlib rutin olaraq müayinədən keçmək tövsiyə olunur. Mütləq. Aynura xanım, çox axıcı söhbət oldu. Həqiqətən də elə yanlışlar var idi ki, daha doğrusu doğrular var idi ki, mən onları elə bilirdim, onları da cavablandırdıq. İzləyicilərimizin suallarını da cavablandırdıq. Əslində bu sualları biz əvvəlcədən düşünməkdən əlavə aktual olan mövzulara toxunmağa çalışdıq ki, bizim izləyicilərimiz üçün də maraqlı olsun və həqiqətən çox açıqlayıcı, ətraflı danışdınız. Gəldiyiniz üçün, cavablarınız üçün, öz işinizdə göstərdiyiniz sevgi üçün sizə təşəkkür edirik. İşlərinizdə də uğurlar. Çox sağ olun. Mən də sizə dəvətiniz üçün təşəkkür edirəm.